Deməli belə. Baxırıq üçbucaqlar mövzusuna. Üçbucaqlar mövzusunda ilk sualımız belə idi. Tərəflərini verib bizə 2, buranı verib bizə 4, AD-ni verib aşağını 4, buranı da verib 8. Bu tərəf hər iki üçbucaq üçün eynidir. Deməli, yuxarı üçbucaq üçün də, aşağı üçbucaq üçün də üçbucaq bərabərsini yaza bilərik. Bu hissəyə bir dənə x deyirəm. Yuxarı üçün yazsaq, x kiçik olmalıdır bunların cəmindən. 2 ilə 4-ün cəmi bizdə eləyəcək 6. Kiçik olmalı, böyük olmalıdır bunların fərqindən. 4-dən 2-ni çıxıram, olacaq bizdə böyük nədən 2-dən. İndi 2-6 aralığında ədədlərimiz 3-dür, 4-dür, 5-dir. Aşağıda x kiçik olmalıdır 4 ilə 8-in cəmindən. 4, 8-in cəmi bizdə olacaq 12. Böyük olmalıdır bunların fərqindən. 4 ilə 8-in fərqi böyük olmalıdır bizdə 4-dən. Bu araqdakı ədədlərimiz 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur, 10-dur, 11-dir. Hər ikisində ortaq cavab olaraq 5-i götürürsünüz. Yəni iki tərəf və üçüncü tərəf haqqında sizdən nəyisə istəyirsə, mütləq şəkildə üçbucaq bərabərlisindən istifadə etməlisiniz. İxtiyari üçbucaqda ixtiyari tərəf digər iki tərəfin cəmindən kiçik olur, fərqinin modulundansa böyük olur. İkinci misal üçbucağa aid bizdə nə idi? Bucaqlarımızı verib alfa, beta, gamma. Alfanın qabağında A-dır, betanın qabağında B-dir, gammanın qabağında C-dir. Deməli, beta böyüdür alfadan, o da böyüdür gammadan verir. Betanın qabağı B-dir, alfanın qabağı A-dır, gammanın qabağı ise C-dir. Bunu qurandan sonra ümumiyyətlə yadınızda saxlayın. İxtiyari üçbucaqda böyük bucaq qarşısına böyük tərəf durur, kiçik bucaq qarşısına kiçik tərəf durur. Yəni bucaqların müqayisəsini verərsə tərəfləri müqayisə edə bilərsiniz, tərəflərin müqayisəsini verərsə bucaqları müqayisə edə bilərsiniz. Və belə bir bərabərlik verib indi modulları buna görə açırıq. Şərtdə baxırıq ki, B C-dən böyükdür. Onda B çıx C-nin işarəsi müsbət olacaq. Sonra baxırıq, A C-dən böyükdür. C-dən A-nın çıxdığıma görə işarəm mənfi olacaq. Verilib B çıxısına B A-dan böyükdür. Deməli, işarəm müsbət olacaq. B çıx C-nin işarəsi müsbətdir olduğu kimi çıxacaq. C çıxanın işarəsi mənfidir, əksi çıxacaq. Burada isə müsbətdir, amma qabaqda mənfimiz var. Bu mənfiyə görə modul açsaq, mənfi B, mənfi üstə gəlsin A yazacaq. Burada B-lər gedir. Daha sonra A ilə A-nı toplayırıq, olacaq 2A. Bunlar da olacaq mənfi 2-dir. Bu da üçbucağa aid ikinci sualımız. Üçbucağa aid üçüncü sualımız nə idi? Deməli belə. Deyir tərəfləri 5, 6, 8 olan 5, 6, 8. Üçbucağın böyük tərəfinə çəkilmiş medianın uzunluğunu tapın. Medianın tapılma düsturu 3 tərəf verdikdə bizdə belədir. 2-də 1 kök altında 2A kvadratı üstə gəlsin 2B kvadratı çıxılsın S kvadratı. Bu sadəcə ixtiyari üçbucaq üçündür. Məsələn, üçbucağınız bərabər tərəfli olarsa, medianı taparsınızsa, istifadə eləməlisiniz A kök 3 bölünsün 2 düsturundan. Və yaxud da üçbucağınız bərabər yanlı olarsa, bərabər yanlı üçbucaqda, məsələn, verirəm 10, tutaq 10, aşağı da olsun, tutaq ki 16. Hündürlüyü indirirsiniz. Çəkilən hündürlüyü həm median olur, həm də tam bölən. 16-dırsa 8, 8 bölünür, 18. Pifaqordan buranı tapırsınız, 6. Yəni, bərabər yanlı olarsa belə tapa bilərsiniz. Düzbucaqlı olarsa, düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabər olur. İndi qoyuram yerinə. Böyük tərəfə çəkilib deyə, çəkildiyi tərəf sizdə S kvadratı olur. Yəni, çıxmalısınız 8-in kvadratını. ABD isə fərqi yoxdur. İstədiyinizi yerinə qoya bilərsiniz. 2 vur 5-in kvadratı, üstə gəl 2 vur 6-nın kvadratı, çıxılsın 8-in kvadratı, yəni 64. Olacaq 2-də 1 kök altında 25-i 2-yə vuram 50, 36-nı 2-yə vuram 72, çıxılsın 64. O da verəcək bizə 2-də 1 kök altında 58. Rəqəmlər pis alına bilər, rəqəmin pis alınmağından narahat olmayın. Çünki rəqəmlər özlərindən verilir, yəni konkret nəyisə kvadratı alına da bilər, alınmaya da bilər. Baxırıq üçbucaqda üçüncü sualımız. Deyir AD parçası ABC üçbucağının tənbölənidir. Tənbölən deyirsə, o dəqiqə alfa-alfamızı qoyuruq ki, yadımızdan çıxmasın. AB-ni verib bizə 18, AC-ni verib bizə 15,
Şərtdə verib ki, BD çıxılsın DC bərabərdir 2-yə. Deməli biz burada BD-ni tapsaq, BD bərabər olur 2 üzərinə gəlsin DC. DC-yə bir dənə x desək, BD olacaq 2 üzərinə gəlsin x. Tənbələrin əsas xassəsi necə? Bunun buna nisbəti, bunun buna nisbətinə bərabərdir. Və ya belə də deyə bilərsiniz. Bunun buna nisbəti, bunun buna nisbətinə bərabərdir. Yazıram 18 bölünsün 2 plus x bərabərdir 15 bölünsün x. Bunlar ixtisar gedəcək. 3 ixtisar aparsam 6 bura 5 bura. İndi çarpaz vurum. 6x bərabərdir 5-i 2-yə vurum 10. Üstə gəlsin 5x-ə vurum 5x. 6x-dən 5x-i çıxıram. X bərabərdir 10. Deməli bunun uzunluğu 10-dur. Bunun da uzunluğu 12-dir. Bizdən şərtdə istəyir BD-ni. Deməli cavab olacaq bizdə 12. Sonra baxırıq növbəti. Bu bizdə 4-cü idi. Baxırıq 5-ci tipə. Deməli, deyir bərabər yanlı üçbucağın oturacağı paralel orta xəttin uzunluğu 4-dür. 4-dürsə bura olacaq 8. Məsələn, belə də verə bilərdi. Deyərdi bərabər yanlı üçbucağın yan tərəfə paralel orta xətti 4-dür. Onda yan tərəfimiz olacaqdı 8. Bərabər yanlı dediyi üçün buranı da 8 götürəcəkdi. Oturacağı paralel dediyinə görə bu formada yazırsınız. Bərabər yanlı deyirsə yan tərəfləri x deyirəm. Deyir perimetri 22-dir. 2x üstə gəl 8 bərabərdir 22-yə. 2x bərabərdir 14-ə. Oradan da x tapırsınız 7. Sonra növbəti tip. Nömrə bu oldu 5, 6. Deməli, düz bucaqlı 3 bucaq verib. Buranı verib 1, 1. Bura x'dir, burada 3. İndi baxırsınız. Düz bucaqlı 3 bucaqdır. Əlimdə bu katetim var. Hipotenuzum var. Bu biri kateti tapa bilərəm. Bura bir dənə y desəm. Y kvadrat üstə gəl. Bura bütöv 2-dir. 2-nin kvadratı bərabər olur 3-ün kvadratına. Olacaq y kvadrat bərabər 3-ün kvadratı 9, 2-nin kvadratı 4. Alıram 5. Azam y bərabərdir kök altında 5. Buranı tapdım kök altında 5. Nitəzdən bu balaca da düz bucaqlı 3 bucaqdır. X'i tapmaq üçün bu ikisini Pifagorluyuram. Olacaq x kvadrat bərabərdir 1-in kvadratı 1, kök 5-in kvadratı 5. Olacaq 1 plus 5, yəni 6. X'i də alacam kök altında 6. Baxırıq 7-ci misal tipinə. Deməli, buranı A, buranı B, buranı H, buranı C. Sizə verib ki, A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar olan AB və AC mailləri çəkilmişdir. Maillərin düz xətt üzərində proyeksiyaları. Proyeksiya nədir? Bu katetlərin bu düz xətt üzərində kölgələri. Proyeksiyaların biri 8-dir, biri də 18-dir. Yadınızda saxlayın. Proyeksiya sözünü eşitdinizsə, şəkilinizi düz bucaq təpəsinin hündürlüyü yendirməklə çəkirsiniz. Burada bir sıra düsturlarımız var. A, B, H, M, N. H kvadrat bərabər olur M vurulsun N. A kvadrat bərabər olur M vurulsun ümumi M plus N. B kvadrat bərabər olur proyeksiya, yəni N vurulsun M üstə gəlinsin N. İndi mənə deyir ki, A təpəsindən BC düz xəttinə qədər məsafəni tapın. Yəni H-ı istəyir. Deməli, H kvadrat bərabər olacaq 8 vurulsun 18. O da olur 144. Oradan da H-ı tapırsınız 12. Və baxırıq üçbucağa aid sonuncu misal tipimizə. Deməli, AB-ni verib kök altında 6, buralar 90 dərəcə verib. Daha sonra CD-ni verib 2 kök altında 6.
Sonra BC-ni verib 3 kök altında 3. Bu tipli şəkil gördünüzsə, bunu bütöv bir üç buzağa tamamlayırsınız. Sizdən AD-ni istəyir. Ne edirsiniz? SD'ye paralel bu hissəni uzadırsınız. Ve paralel olarak uzattım diye burada 90 derece olur. Baxırsınız bu kırmızı 3 buzağa. Buraya 3 kök 3'sə, qarşısında 3 kök 3'dür. Buraya 2 kök altında 6'dırsa, burada 2 kök altında 6, yani bura ümumi olarak olacaq 3 kök altında 6. Və sizdən AD-ni istəyir. Onda Pifagorunu tapırsınız. Olacaq AD-nin kvadratı bərabərdir. 3 kök altında 6'nın kvadratı. Üstə gəlsin 3 kök altında 3'ün kvadratı. Deməli 9'u 6'ya vuram. Olacaq 54. Üstə gəl. 9'u 3'ə vuram 27. Olacaq bizdə 81. Oradan da AD-ni alacağıq 9. Bizdən də şərtdə AD-ni istəyirdik. Bu oldu 3 buzaqla bağlı misallarımız.